Əziz qız anaları, ekrana yaxın oturun. Bu söyləyəcəklərimi gec olmadan mütləq öz qızlarınıza bildirməlisiniz. Birinci, əziz qızım, unutma ki, gözəllik çox qapıları sənin üzünə açacaq. Amma bu gözəlliyin arxasında ağıl və tutarlı xasiyyət dayanmırsa, o qapılar elə açıldığı kimi də bağlanacaq. 2. Sənin xeyirxahlığın hər kəsə lazım deyil. Bil ki, özünü narahat hiss etdiyin hər məqamda heç bir izahat vermədən yox deyə bilərsən. Bu sənin haqqındır. 3. Rəfiqə hər zaman rəfiqə olaraq qalmaya bilər. Sən o rəfiqənin sözünə yox, əsas davranışına və sənə olan münasibətinə baxmalısan. Çünki çox zaman qısqanclıq gülümsəmə və xeyirxahlığın arxasında gizlənir. Və əziz qızım, unutma ki, mən hər zaman sənin arxandayam. Vəziyyət necə olur olsun, sən mənim üçün dəyərlisən və bu hər zaman yaşadığım müddətcə belə olaraq da qalacaq.